alimlərinə eşitsən ki, bizim alimlərdən başda gedənlərinə, misal filan kəs adından, bax bu, misal bu əmmaməli, bu, ona, o bilir ki, ona çatdı bu cüzət. O bilir ki, bu bilir haqqı. O bilir ki, biləndən sonra ədavət aparır əhlüsün, haqla mübarizə aparır. Deyiblər ki, kafirdir. Əksər hallarda belə olduğu üçün, buna yol olduğu üçün, alimlər bunu deyiblər, amin. Amma söhbət dabitə qalanda, dabitə, yəni tərifə, qaydaya, bu dabit, bu furuq deyil bu, fərq deyil bu, axı. Yəni, bu oldusa bu budur, bu oldusa bu deyil. Bu deyil, axı, bu. Qayda buna imkan vermir. Din buna imkan vermir, axı. Boş söhbətdir bunlar. Yəni, bu tərəfi eşitsən, belə yerinə qoy rahat, mən dediyim kimi. Amma əsl baxımdan, ümumən bir dabit kimi, misal üçün, oturaq, deyək ki, soruşurum, Rami, fərq haradadır? Fərq alimdirsə, kafirdir, cahildirsə, yox. Bu fərq deyil də, yəni bunu demək istəyirəm, axı. Bəs əslində haradadır fərq? Fərq onun haqqı başa düşməsindədir, bilib bilməməsindədir. Bilirsə, kafirdir, cahil də olsa, bax, siravi də olsa. Bilmirsə, üzürlü də alim də olsa. Aydın oldu? Bir də deyirəm, axı, bağlayırıq inşallah. Bilirsə haqqı küfrün üzərindədirsə, kafirdir, cahil də olsa, siravi də olsa, o deyirik siravi. Haqqı bilmirsə, üzürlüdür, müsəlman da, alimi də olsa. İndi get bundan məsələni özün həll elə. Aydın da, məsələ bu, kimin xoşuna gəlir, qardaşım gəlsin. Gəlmirsə, necə deyirlər, mən sağ, sən salamat, axı. Bu əhlüsünnə qaydası budur, bunu deyir. Sən mənə nə deyir?